Bu günlər Həzrəti Əli əleyhissalamın təvəllüd günləridir. Bu münasibətlə Gürcüstanda bir sıra tədbirlər keçirilib. Gürcüstanın Mardiol rayonunun Qızılhaclı kəndində İmam Həsən əleyhissalam məscidinin icması tərəfindən Həzrəti Əli əleyhissalamın təvəllüdü qeyd olunub. Tədbir Quran qarisi Məşədi Fuadın təbriki və Həzrəti Əli əleyhissalamın dünyaya gəlişi haqqında qısa məlumatı ilə başlayıb. Daha sonra Ustad Hacı Qurban və Al-Mustafa Universitetinin Gürcüstandakı nümayəndəsi hörmətli alim Hacı Davud Qəşəmi öz çıxışları ilə Həzrəti Əli əleyhissalamın fəzilətləri və onun nümunəvi mədəni, ictimai rəftarından danışıblar. Sonra isə Azərbaycandan təşrif gətirmiş məddahlar Seyid Rəhman və Seyid Bəhram Həzrəti Əli əleyhissalamın şəninə şeirlər və ilahilər oxuyublar. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Bildiğiniz kimi bugün Həzrəti Əli əleyhissalam birinci imamımız, vilayət nuru, Kəbə mövludu Həzrəti İmam Əli əleyhissalamın doğum günüdür. Dünyanın çox yerində Əhl-i Beyt sevənlər, Əli sevənlər o Həzrətin doğum günü mövlud tədbirləri keçirirlər və bizlər də bu qəbildən Qızılhaclı İmam Həsən əleyhissalam məscidi adından bugün bu süfrəni açmışıq, bu qonaqlığı açmışıq və bu mövlud tədbirini qeyd edirik. Elə həmin gün İmir kəndində də Mövlüd bayramı münasibəti ilə Həzrəti Muhammed sallallahu aleyhi və səlləm adına məscidin həyətində təvəllüd münasibəti ilə tədbir keçirilib. Tədbir Əhl-i Beyt Cəmiyyəti və Əhl-i Beyt Aşiqləri Forumu tərəfindən təşkil olunub. Məclis Məşədi İntizarın Quran qirayəti ilə başlayıb. Sonra söz İmam Rıza əleyhissalam mədrəsəsinin müdiri, dəyərli ruhani Hacı Əziz Nəbizadəyə verilib. Hacı Əziz İmam Əli əleyhissalamın həyatından, ali məqamından və onun sevməyin fəzilətindən və Əliyə olan məhəbbətin insan həyatında oynadığı müsbət roldan danışıb. Məhəbbətini qəlbində daşıya, özü də dünyasını o cür dəyişə, məhəbbətlə, 12 imamın məhəbbətinlə gedə, deyir ki, ənə kəfiluhu fil cənnə, mən cənnətdə onu boyun olaram onu cənnətə. Özü Peyğəmbər 3 dəfə təkrar elədi, mən deyir onu cənnətə boyun olaram. Daha sonra Əhl-i Beyt məddahı Rıza Cəfəri Əhl-i Beyt şəninə ilahilər və şeirlər səsləndirib. Məclis sonda dualar ilə sona çatıb. Azər Məmmədov, İlkin Hüseynov, Ceyhun Muhammed Əli, İntiraz, Gürcüstan.